Hörmətli müəllimlər, əziz müdavimlər, xoş gördük hər birinizi. Mən Türkan Bədalovayam. Bu yeni YouTube kanalımızda ilk dərs videomuzdur. Burada sizə kurikulum mövzularını sadə və anlaşılır şəkildə izah edəcəm. Faydalanmaq üçün kanala abunə olun və imtahana hazırlaşan dostlarınızla paylaşın. Bu həm onlara kömək olacaq, həm də bizə böyük dəstək və motivasiya olacaq. İndi isə heç vaxt itirmədən keçək mövzumuza. Mövzumuz fənn kurikulumuna aid əsas terminlərin təsviridir. Bu videoda biz ümumi təlim nəticələri, məzmun xəttləri, alt standartları öyrənəcəyik. İlk öncə baxaq ümumi təlim nəticələrinə. Ümumi təlim nəticələrinin tərifi bizə lazım deyil. Mahiyyətini başa düşmək lazımdır. Ümumi təlim nəticələri. Nəticə nədir? Son. Məsələn, çox çalışdım, nəticədə məqsədimə çatdım. Yəni sonda məqsədimə çatdım. Və yaxud da ki, bu işin nəticəsi yaxşı oldu. Yəni bu işin sonu yaxşı oldu. Deməli, nəticə bərabərdir son. Bəs təlim nədir? Təlim öyrənmə prosesidir. Öyrənmə prosesi. Deməli, ümumi təlim nəticəsi dedikdə, ümumən öyrənmə prosesinin sonunda şagirdlərin əldə edəcəyi bilik və bacarıqlar nəzərdə tutulur. Ümumi təlim nəticələrini dövlət əvvəlcədən hazırlayır. Dövlət standartları və proqramında, fənn kurikulumları sənədində qeyd olunur. Hər bir müəllim öz tədris edəcəyi fəndən ümumi təlim nəticələri ilə tanış olmalıdır. Məsələn, tarix müəllimidir, tarix fənnini tədris edəcək. Hər şeydən əvvəl açıb tarix fənn kurikulumunda ümumi təlim nəticələri ilə tanış olmalıdır. Bilməlidir ki, onun tədris edəcəyi fəndən onun şagirdləri sonda hansı bilik bacarıqlara yiyələnəcək. Bununla əvvəlcədən tanış olmalıdır. İndi sizdən xahişim nədir? Videonu saxlayın, gəlin birlikdə fikirləşək. Nəyə görə müəllim ümumi təlim nəticələri ilə əvvəlcədən tanış olmalıdır? Belə bir nümunə göstərə bilərəm. Məsələn, mən kitabxanaya gedəcəm. Mən hələ evdəyəm. Sadəcə bilirəm ki, yəni əvvəlcədən mən biləndə ki, mən kitabxanaya gedəcəm, bunu əvvəlcədən biləndə işlərimi buna uyğun qururam və rahatlıqla gedib kitabxanaya çatıram. Bu təhsildə də belədir. Müəllim bildikdə ki, sonda şagirdləri onun fənnindən hansı bilik bacarıqlara yiyələnəcək. Bununla əvvəlcədən tanış olduqda işini elə qurur ki, sonda gedib o nəticələrə çatır. Bu oldu ümumi təlim nəticələri. İndi gəlin baxaq, səviyyələr üzrə ümumi təlim nəticələri nədir? Siz dərsliklərdə qarşılaşa bilərsiniz ki, səviyyələr üzrə nəticələrdən əlavə məzmun xətti üzrə nəticələr var, siniflər üzrə nəticələr var. Bunlar artıq imtahan üçün sizə lazım deyil. Yenə də məlumat üçün deyə bilərəm ki, məzmun xətti üzrə nəticələr dedikdə, məzmun xəttindən gözlənən nəticələr nəzərdə tutulur. Məsələn, Azərbaycan dilindən yazı məzmun xətti üzrə hansı nəticələr gözlənilir? O, riyaziyyatdan ədədlər və əməllər məzmun xətti var. Ədədlər və əməllər məzmun xəttindən nə gözlənilir? O nəzərdə tutulur. Siniflər üzrə nəticələr dedikdə isə bir sinifin, bir akademik ilin sonunda gözlənən nəticələr nəzərdə tutulur. Məsələn, 5-ci sinifin sonunda ədəbiyyat fənnindən şagirdlər hansı bilik bacarıqlara yiyələnməlidir? Budur. Dediyim kimi, bunlar bizə lazım deyil. Bizə lazımdır ümumi təhsil səviyyələri üzrə nəticələr. Ümumi təhsil haradır? Ümumi təhsil məktəbdir. Məktəbin, yəni ümumi təhsil pilləsinin 4 səviyyəsi var. Məktəbə hazırlıq, İbtidai, ümumi orta və tam orta təhsil səviyyəsi. Məktəbə hazırlıq hələ ki keçid mərhələsindədir. Onun nəticələri bizə təqdim olunmayıb. Ona görə də ona baxmırıq, digər səviyyələrə baxırıq. İbtidai təhsil səviyyəsi üzrə nəticələr dedikdə, ibtidai təhsil səviyyəsini başa vuran şagird hansı bilik bacarıqlara yiyələnməlidir? O nəzərdə tutulur. Ümumi orta təhsil səviyyəsi üzrə nəticələr dedikdə, ümumi orta təhsil səviyyəsini başa vuran şagird sonda hansı bilik bacarıqlara yiyələnməlidir? O nəzərdə tutulur. Tam orta təhsil səviyyəsi üzrə nəticələr dedikdə, tam orta təhsil başa vuran şagird sonda hansı nəticələrə, hansı bilik bacarıqlara yiyələnməlidir? O nəzərdə tutulur. Mən Azərbaycan dili üzərində nümunə göstərmişəm. Əlbəttə ki, bunları əzbərləmirik, bu nəticələri. Bunları əzbərləməyə ehtiyac yoxdur, sadəcə başa düşək deyə nümunə göstərmişəm. Azərbaycan dili fənnindən ibtidai təhsil səviyyəsini bitirən şagirdlər bu nəticələrə yiyələnməlidir. Yəni, müvafiq qaydalara əsasən oxumalıdır, nitq etiketlərinə və dil qaydalarına əməl etməlidir və s. Azərbaycan dili fənnindən ümumi orta təhsil səviyyəsini başa vuran şagird
bu nəticələrə yiyələnməlidir. Azərbaycan dili fənnindən tam orta təhsil səviyyəsini başa vuran şagird sonda bu nəticələrə yiyələnməlidir. Deməli, nədən danışdıq? Ümumi təlim nəticələrindən. Ümumi təlim nəticələri nədir? Nə başa düşdük? Sonda əldə olunacaq nailiyyətlərin, bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Ümumi təlim nəticələrini kim hazırlayır? Dövlət tərəfindən əvvəlcədən hazırlanır. Müəllim ümumi təlim nəticələri ilə tanış olmalıdır əvvəlcədən. Bəli, müəllim əvvəlcədən ümumi təlim nəticələri ilə tanış olmalıdır. Bəs səviyyələr üzrə nəticələr dedikdə nə nəzərdə tutulur? Bir səviyyənin sonunda şagirdlərin əldə edəcəyi bilik və bacarıqlar nəzərdə tutulur. İndi isə keçid alaq məzmun xəttinə. Mən bilirəm, bir çox müdavimlər, bir çox müəllimlər tərəfindən məzmun xətti qarışdırılır. Kör-körənə sadəcə olaraq tərif əzbərlənir. Xeyr, tərif bizə lazım deyil. Gəlin başa düşək məzmun xətti nədir? Biz dedik ki, hələ prosesin əvvəlində müəllim şagirdlərin sonda əldə edəcəyi bilik bacarıqlarla tanış olmalıdır. Yəni ümumi təlim nəticələri ilə tanış olmalıdır əvvəlcədən. Yaxşı, müəllim əvvəlcədən ümumi təlim nəticələri ilə tanış oldu. Bəs müəllim neynəsin ki, sonda getsin bu ümumi təlim nəticələrinə çatsın? Bunun üçün bizə bir məzmun lazımdır, düzdür? Elə bu məzmunun əsas hissəsi, ana xətti, leytmotivi, canı məzmun xəttidir. Daha sadə şəkildə belə deyə bilərəm ki, məzmun xətti bir fənnin öyrətdikləridir. Azərbaycan dili nə öyrədir? 1-ci sinifdən 11-ci sinifə qədər tədris olunur. Azərbaycan dili nə öyrədir? Dinləyib anlamaq və danışmaq öyrədir, oxu öyrədir, yazı öyrədir, dil qaydaları öyrədir. Elə bütün bunlar Azərbaycan dilinin məzmun xəttidir. Yəni Azərbaycan dili bu istiqamətlərdə öyrədir. Bunu daha da sadə şəkildə deyə bilərəm. Məsələn, 2 nəfər söhbət eləyir. 6-7 saatı danışırlar. Mən onlara yaxınlaşıb deyirəm ki, söhbətin məzmunu nədir? Onlar mənə bir neçə cümlə deyir, mən artıq söhbətin nədən getdiyini bilirəm. Və yaxud da bir nəfər günlərdir kitab oxuyur, 500 səhifə, 600 səhifə kitab oxuyur. Mən ondan soruşuram ki, kitabın məzmunu nədir? O mənə bir neçə cümlə deyir, mən artıq kitabda söhbətin nədən getdiyini bilirəm. Yəni məzmun xətti də bir neçə sözlə bu fəndə söhbətin nədən getdiyini bizə deyir. Bu fəndə nə öyrədilir? Bu fənn nə öyrədir? Bu fənnin istiqamətləri nədir? Onu bizə deyir. Və hər bir fənnin öz məzmun xətti var. Mən bir neçə fənnin məzmun xəttini qeyd etmişəm. Hər kəs yalnız və yalnız öz tədris edəcəyi fənnin məzmun xəttini bilməlidir. İbtidai sinif müəllimləri də Azərbaycan dilini və riyaziyyatın məzmun xəttini bilsələr kifayətdir. Deməli, məzmun xətti Azərbaycan dili bu 4 istiqamətdə öyrədilir. Azərbaycan dilində bunlardan söhbət gedir. Və məzmun xətti dəyişmir. Bu nə deməkdir? Siz yəqin ki, bu kodları bilirsiniz. Bir dəqiqə. Aha. Siz yəqin ki, bu kodlarla rastlaşmısınız. Əvvəl 3 rəqəmli kod idi, indi 4 rəqəmli kod oldu və xəttin solunda yerləşən rəqəm sinifi ifadə edir. Yəni bu 1-ci sinifin olduğunu göstərir. Xəttin sağında olan 1-ci rəqəm isə məzmun xəttidir. Bu məzmun xətti Azərbaycan dilindən əgər söhbət gedirsə, 1-ci məzmun xətti dinləyib anlamaq və danışmaq. Bu məzmun xətti bir rəqəm hər zaman 1-ci sinifdə də, 2-də də, 3-də də, 10-da da, 11-də də dinləyib anlama və danışmanı ifadə eləyir. Ona görə deyirik ki, məzmun xətti dəyişmir. Daha sonra məzmun xətti sadəcə bir məsələni də qeyd edeyim ki, təkmilləşmiş kurikulumlarda məzmun xəttinin sayında müəyyən dəyişikliklər ediblər. Məsələn, riyaziyyatın məzmun xətti 5 məzmun xətti var. İbtidai siniflərdə belədir. Amma ibtidai sinifdən sonra, yəni 5-ci sinifdən sonra bu 2 məzmun xətti birləşdirilib və riyaziyyatın da artıq 4 məzmun xətti var. Bu çox nadir hallarda, böyük islahatlardan sonra baş verir. Nə danışdıq məzmun xəttindən? Məzmun xətti məzmunun əsas hissəsidir, canlıdır, məzmunudur. Bir fəndə söhbətin nədən getdiyindən bizə xəbər verir. Məzmun xətti 3 rəqəmli kodun 1-ci rəqəmi ilə ifadə olunur və məzmun xətti dəyişmir. Hər kəs öz fənninin məzmun xəttini bilməlidir. İndi danışaq alt standartdan. Alt standart da kifayət qədər vacib və kifayət qədər qarışdırılan məsələlərdən biridir. İlk öncə bunu deyim ki, alt standarta biz məzmun standartı da deyə bilərik. Məzmun standartı. Yəni bu həm alt standartdır, həm də məzmun standartıdır. Əziz müəllimlər, ən vacib məsələlərdən biri budur ki, müəllimin işi alt standartı reallaşdırmaqdır. Müəllimin işi dərsliyi əzbərlətmək deyil. Baxın, bu gün mən dərsimdə bu alt standartı reallaşdıracağam.
yazısında məlumatları mətnin tərkib hissələri üzrə qruplaşdırır, giriş, əsas və nəticə olaraq. Mən bu alt standartı reallaşdıran zaman istəsəm dərslikdən bir mətn götürərəm, bu alt standartı reallaşdıraram, istəsəm də tamam başqa bir resursdan istifadə edə bilərəm, tamam başqa bir mətn götürə bilərəm. Uşaqlarla onun üzərində işləyərik. Əsas odur ki, mənim şagirdlərim mətnin giriş hissəsini, əsas hissəsini, nəticə hissəsini fərqləndirə bilsin. Əsas məsələ budur. Yəni dərslikdəki hansısa bir nağılı, hansısa bir mətni əzbərlətməyim deyil. Kitab mənim üçün sadəcə bir vasitədir. Bu standartı reallaşdırmaq üçün istəsəm kitabdan istifadə edə bilərəm, istəsəm də tamam başqa bir resursdan istifadə edə bilərəm. Əsas məsələ mənim alt standartı reallaşdırmağımdır. İndi gələk alt standartın funksiyalarına. Təlim nəticələri. Çox müzakirələrə səbəb olan və çox təəssüflər olsun ki, müəllimlərin özləri tərəfindən də çox qarışdırılan məsələ. Bu 3 rəqəmli kod, yəni alt standart. Əvvəl necə idi? Mən alt standarta baxırdım. Sanki bundan təlim nəticəsi çıxarırdım. Sanki bunu daha da sadələşdirirdim. Bu olurdu mənim təlim nəticəm. Alt standarta baxıb təlim nəticələri çıxarırdım. Amma indi təkmilləşmiş kurikulumlarda artıq o qədər sadə, o qədər aydın, o qədər spesifik alt standartlar verilir ki, mənim bunu daha da sadələşdirməyə ehtiyacım yoxdur. Mən elə bunun özünü təlim nəticəsi kimi götürüb istifadə edə bilirim. Və yeri gəlmişkən qeyd edim ki, dərsin mütləq məqsədi olmalıdır. Hər dərsin mütləq məqsədi olmalıdır və dərsin əvvəlində dərsin məqsədi şagirdlərə elan olunmalıdır. Daha sonra təlim strategiyalarının düzgün seçilməsi. Təlim strategiyası nədir? Strategiya yəni dərsin necə təşkil olunacağı, hansı formalardan istifadə edəcək, hansı üsullardan istifadə edəcək. Budur. Dərsdə istifadə edəcəyim formalar, üsullar, hər şey alt standartın reallaşmasına xidmət etməlidir. Daha sonra təlimin məzmununun davamlı inkişafını təmin edir. Bu nə deməkdir? Alt standart davamlı olaraq inkişaf edir. Məsələn, birinci sinifdə bu alt standart 100 dairəsində ədədləri oxuyur, sayır, tanıyır və s. İkinci sinifdə də bu alt standart olur, 100 dairəsində olmur. Olur 1000 dairəsində ədədlər oxuyur, sayır, tanıyır. Üçüncü sinifdə bu alt standart olur 10.000 dairəsində ədədləri. Dördüncü sinifdə olur 100.000 dairəsində. Baxın, alt standart hər il dəyişdi. Dəyişən bu rəqəmlər deyil. Yəni bunun qarşısındakı cümlələrdir. Birinci sinifdə 100 idi, ikinci sinifdə 1000 oldu, 3-də 10.000 oldu, 4-də 100.000 oldu. Yəni alt standart davamlı olaraq sadədən mürəkkəbə doğru hər il mütləq dəyişir. Məzmun xəttindən nə demişdik? Dedik məzmun xətti dəyişmir. Birinci sinifdədir, 2-də, 3-də də bu məzmun xətti birinci məzmun xəttini ifadə eləyir. Amma alt standart hər il dəyişir. Çünki məzmun dəyişir, sadədən mürəkkəbə doğru dəyişir. Bu zaman deyirik ki, təlimin məzmununu davamlı şəkildə inkişaf etdirir. Təlim məzmununun davamlı inkişafını təmin edir. Və inteqrasiya. İnteqrasiya çox vacib və imtahanda mütləqcə qarşılaşdığımız mövzulardan biridir. İnteqrasiya ilə bağlı əlavə bir video çəkib paylaşmağı düşünürəm. O zaman ətraflı danışarıq. Və son olaraq da bir məsələni qeyd etmək istəyirəm. Deməli, biz qeyd etdik ki, artıq təkmilləşmiş kurikulumlarda 3 rəqəmli kodlar, yəni alt standartlar 4 rəqəmli kodla əvəz olunur. Bu oldu sinif, yəni birinci rəqəm, xəttin solundakı rəqəm sinifi ifadə eləyir. Xəttin sağındakı birinci rəqəm məzmun xəttidir və üçü birlikdə alt standartdır. Bütövlükdə alt standart. Bəs bu ikisi birlikdə nədir? Keçmiş illərdə hazırlaşanlar yəqin ki, xatırlayır. Biz ona əvvəllər əsas standart deyirdik. Artıq təkmilləşmiş kurikulumlarda əsas standart anlayışı yoxdur. Biz ona standart deyirik sadəcə olaraq. Standart deməli. Bu oldu nə? Birinci rəqəm. Məzmun xətti. Məzmun xətti. Bu oldu nə? Əvvəlki adı ilə əsas standart, yeni adı ilə sadəcə olaraq standart. Və bu oldu alt standart və yaxud da ki, məzmun standartı. Oxuduqda isə belə oxuyuruq. Birinci sinifin, birinci məzmun xəttinin, birinci əsas standartının, birinci standartının, birinci alt standartı. Gəlin bunu birlikdə oxuyaq. 5-ci sinifin, birinci məzmun xəttinin, ikinci standartının, üçüncü alt standartı.
Standartla bağlı sizin bilməyiniz gərəkən yeganə məqam odur ki, standartda fikir ümumi şəkildə ifadə olunur. İmtahan üçün bunu bilməyiniz kifayətdir. Məsələn, bu dedik standartdır, düzdür? Bu isə alt standart. Məsələn, bu standartda qeyd olunur ki, pul vahidlərini tanıyır. Pul vahidləri ümumidir. Kağız puldan söhbət gedir, metal puldan söhbət gedir, bilmirəm. Ümumi şəkildə fikir ifadə olundu. Alt standartda qeyd olunur ki, kağız və yaxud da ki, metal pulları tanıyır, fərqləndirir, istifadə edə bilir. Deməli, burada fikir ümumi şəkildə ifadə olundu, burada fikir daha dəqiq şəkildə ifadə olundu. Bu mövzu haqqında imtahan üçün sizə lazım olan məlumatlar bu qədərdir. Videomuzu izlədiyiniz üçün sizə təşəkkür edirəm və son olaraq da qeyd etmək istəyirəm ki, daha da faydalı olması üçün izlədiyiniz, oxuduğunuz, öyrəndiyiniz məlumatları öz ixtisasınıza uyğunlaşdırın. Mən öz qruplarımda ixtisasa uyğun stereotip sual cavab eləyirəm. Siz də, məsələn, ümumi təlim nəticələrini öyrəndiniz. Açın bir fən kurikulundan öz ixtisasınızın ümumi təlim nəticəsinə baxın. Məzmun xəttini öyrəndiniz. Açın bir fənninizin məzmun xəttinə baxın və özünüzü situativ şəkildə sual cavab edin. Artıq imtahanda sual tipləri dəyişib. Əzbərlər, təriflər bizə lazım deyil. Bizə mahiyyəti anlamaq və ixtisasa uyğunlaşdırmaq lazımdır. Mən də fürsət tapdıqca əlimdən gəldiyi qədərilə çətin mövzuları sadə şəkildə izahlarını çəkib sizinlə paylaşacağam. Çox təşəkkür edirəm izlədiyiniz üçün. Hər birinizə uğurlar arzulayıram.